Salam əziz və dəyərli izləyicilərim. Bugün sizə hansı sıyıqların sizin üçün qızıla bir bərabər, brilyanta bir bərabər olduğunu deyəcəm orqanizminiz üçün. Yəni kaşa rus dilində hansı kaşalar sizin üçün xeyirlidir, hansı vitaminlər var tərkibində, hansılar gluten var, ziyanlıdır, gluten olmayanlar hansıdır sizin üçün xeyirlidir, onlar haqqında danışacağım. Çünki çox suallar gəlir ki, Məryəm xanım, səhərlər hansı kaşanı, hansı sıyığı yesək olar? O haqda geniş məlumat verəcəm. Amma mənim əzizlərim, dəyərli bacı qardaşlarım, sizin takip atmağınızın, yəni abunə olmağınızın, podpisasiya olmağınızın mənim üçün çox xeyri var. Yəni çox ehtiyacım var. Bəziləri məlum səbəblərdən mənim videolarımı qoymurlar ki, xalqın qarşısına çıxsın. Çox təəssüf eləyərəm ki, çox əxlaqsızların əxlaqsızlığı təbliğ etdiyi üçündür yəqin ki, mən belə başa düşürəm. Bütün videolarını yayırlar, ailələrdə baxırlar, balacalar, böyüklər. Amma mənim bu cürə videolarım, hansı ki xalqa yorulsam da xalqımız üçün əziyyət çəkirəm, videoları çəkirəm, haqqalal xoşunuz olsun. Mənim videolarım paylaşılmır, abunə olunmur. Çox təəssüf, xalqımın zövqü çox dəyişib. Yəni bir çoxunun. Amma bir çoxu da sevirlər məni, videonu izləyirlər, yadlarından çıxır abunə işarəsini, abunə olmaq işarəsini basmaq, takip atmağı, üstə gələyi basmaq, istər TikTok, istər YouTube, Facebook, Instagram səhifəmdə. Sizdən xahiş edirəm. Dəyərli bacı qardaşlarım, elə indicə takip atın, abunə olun, şərhlər yazın və videonu paylaşın ki, belə videolar qarşınıza tez-tez çıxsın. Onda mən də sevinirəm, daha da tez-tez videolar çəkirəm. Mənim əzizlərim, sıyıqlar bizim həyatımız üçün vacibdir. Yəni kaşa, keçmişdə dədə-babadan kaşa demişik və bu kaşaları sizə deyəcəm, birinci yerdə ən yaxşısı hansıdır, ikinci, üçüncü, dördüncü yerdə ən yaxşısı hansıdır bilirsiniz. Mənim əzizlərim, bu kaşaların, sıyıqların çox xeyirli olanları var. Birinci yerdə mən sizə deyim ki, qreçka, yəni qarabaşaq sıyığı, kaşa. Yəni biz həmişə uşaqlıqdan kaşa demişik, amma məcburam ki, çox insan kaşa deyəndə anlamır. Ona görə Azərbaycan dilində qreçka sıyığı. Ümumiyyətcə qreçka çox faydalı bir taxıldır, taxıl məhsuludur, çox faydalıdır, vitamin, minerallarla zəngindir, deməli glutensizdir, yəni yapışqanlı zülal yoxdur tərkibində, çox güclü bir antioksidantdır, qanınızı qaldırır, yəni qreçka çox xeyirlidir. Onu saymaqla bitmir. Faydaları var əzizlərim. Magnezium, fosfor, sink, selin, hər bir şey var tərkibində. Və diabet xəstələrinə də ki, çox gözəl xeyir göstərir. Qreçka, yəni qarabaşaq istifadə eləyə bilərsiniz. Kalorisi çox azdır. Qan təzyiqini dediyim kimi həm qan təzyiqini, həm qan şəkərini tənzimləyir və dediyim kimi saymaqla bitməyən faydaları var. Ona görə də mən qreçkanı, yəni qarabaşaq sıyığını birinci yerə qoyuram. İndi isə gələyin ikinci yerə. Əzizlərim, İkinci yerdə isə arpa düyü, deyəsən arpa düyüsü də deyirlər, perlovka, yəni rus dilində perlovka. O da çox faydalı bir taxıl məhsuludur, saymaqla faydaları bitmir, vitaminlər, minerallarla zəngindir, onun da tərkibində magnezium, B vitamini, B1, ümumiyyətcə B vitaminləri ilə zəngindir, B1, B2, B6 vitamini ilə zəngindir, kalorisi aşağıdır, deməli çox tez sizi doydurur, acılığa qarşı yaxşıdır, yəni diyetdə çox istifadə etmək olar perlovkadan, çox deməli həzmi yaxşılaşdırır, selin, fosfor, maqni deyəsən saydım, bütün bu vitaminlərlə zəngindir, yəni faydalarını saymaqla bitmir, amma ən əsas bir özəlliyi var ki, tərkibində beta-glukan deyilən bir mineral var ki, bu beta-glukan maddəsinə görə də immun sisteminizi çox güclü saxlayır, immun sisteminizi düşməyə qoymur. Bu da çox gözəl özəlliklərindən biridir və bir də ən gözəl xüsusiyyəti arpanın odur ki, tərkibində lizin deyilən bir turşu var. Bu turşu sizdə kollagenin qana keçməsinə çox gözəl, bu yeməklərdən aldığınız kollagen, ümumiyyətcə əgər atırsınızsa ki, mən buna protivəm, amma kollageni yeməklərlə qəbul edə bilərsiniz. Qana keçməsinə bu amino turşudur, yəni bu lizin deyilən, sizə kollagenin qana keçməsinə ümumiyyətcə çox faydaları olduğu üçün bu lizinin arpanı mən qoymuşam ikinci yerə.
Üçüncü yerdə isə mən pişenonu qoymuşam. Pişeno Azərbaycan dilində tərək də deyirlər, darı da deyirlər. Odur, yəni onun karşası çox xeyirlidir. Vitamin, minerallarla zəngindir, B vitaminləri ilə zəngindir. Ən əsası tərkibində gluten yoxdur. Ona görə də şəkər xəstələrinə də ümumiyyətlə hamıya olar. Saydıqca faydaları bitmir. Onu qoydum, arpa yox, pişeno, darı. Onu isə qoydum üçüncü yerə. İndi isə keçəyin dördüncü yerə. Sonuncu yerə, yəni mənim zənnimcə. Sonra başqaları var, Rusiyada çox istifadə edirlər kinoazad. Karşası, amma o bilirəm ki, Azərbaycanda o karşalardan istifadə edən yoxdur. Ona görə də onlar haqqında danışmıram. Yoxsa onlar da çox vitaminlərlə, minerallarla zəngindir. Dördüncü yerə isə qoymuşam yulaf karşasını, yulaf sıyığını, yulaf afsiyanka, yəni rus dilində çox xeyirlidir. Düzdür, o çox mübahisəli bir mövzudur. Ola bilir ki, kimsə deyir ki, ziyandır, amma ziyan deyil. Mənim zənnimcə ziyan deyil. Çünki elə bir rus yoxdur ki, məsələn, xəstəxanada zadda yatanda görürəm ki, düzdür, mən rusların bişirdiyi yeməkləri yemirəm. Amma uşaq dünyaya gətirəndə də burada uşaqlarım dünyaya gəlib, xəstəxanada görmüşəm ki, onu bütün hamilə analara, yeni dünyaya uşaq gətirmiş analara ziyanlı şeylər vermədikləri üçün səhər yeməkləri onların mütləq ki, yulaf kaşası olur, yəni sıyığı. Vitamin, minerallarla zəngindir, çox gözəl təsir göstərir, mədə-bağırsağın mikroflorasını düzəldir. Ən əsası beta-glukan olduğu üçün tərkibində bu liflərlə zəngindir. Beta-glukan lifi də ki, xolesterolumuzu aşağı salır, qan şəkərini tənzimləyir, toksinləri orqanizmdən atır, xolesterolumuzu ən əsası aşağı salır, yəni pis xolesterolumuzu və yaxşı xolesterolumuzu isə qaldırır. Çünki yaxşı xolesterolsuz biz yaşaya bilmərik. Və bir çox doyumluq eləyir, doyurucu bir taxıl məhsuludur. Yəni ki, tam taxıl sayılır, doyurucudur. Yəni bir dəfə yeyəndə bir xeyli vaxt sizi tox saxlayır sizi bir xeyli vaxt. Və təbii ki, bütün minerallarla, vitaminlərlə, antioksidantlarla zəngindir. Yulafdan da yəni istifadə edə bilərsiniz. Ümumiyyətcə bütün bunları çalışdıqca südlə bişirməyin. Heç cürə südsüz yeyə bilmirsinizsə, bir də şəkər dozsuz yiyin. Çox xahiş edirəm. Amma heç cürə südsüz yeyə bilmirsinizsə, azca süd əlavə edə bilərsiniz, yağsız süd. Və mənim əzizlərim, sonda onu deyim ki, əgər istəyirsinizsə tam sağlam həyat tərzi sürmək, canımızdan bizim təkrar yoxdur, heç birimizin təkrarımız yoxdur. Və bu qiymətli canınızı bir mütəxəssisə əmanət etmək istəyirsinizsə ki, qrupda artıq hər səhərimizi şükürlərlə açırıq, dualarla açırıq. Ona görə sevilirəm. Ona görə sevilirəm ki, bircə dəfə 20 manat ödəyirlər qrupuma gələn, istər bəy olsun, istər xanım olsun. Bəylər üçün ayrıdır qrupum, xanımlar üçün ayrıdır qrupum. Bütün sağlamlıq sirlərimi həmən bu 20 manatın içindədir, bölüşürəm. Hər ay, nə olsun ki, hər ay pul verilmir. Ən ucuz diyetolog, nutrisiolog mənəm, baxmayaraq ki, təhsilimi Rusiyada almışam. Amma heç bir dərman vasitələrindən mənim qrupumda istifadə edilə bilməz. Ələxsus, qarın açıcı vasitələr, siyana, acılıq otu, düfalak, magnesulfat duzu, nə bilim, dəvə gözü, hətta qara kömür belə qrupumda qadağandır. Nəyə görə? Çünki bir mütəxəssis olaraq bilirəm ki, bunlar dəhşət saçır. Sizə arıqlama, çay arıqlama kofesi satmayacağım. Böyük qarından azad olacaqsınız. Amma acılıq etmədən ay bir gün alma su iç, ay bir gün xurma su iç olmaz. Çünki onlar sizin immun sisteminizi aşağı salır. Evinizdə olan məhsullarla, böyük qarından azad olacaqsınız və xanımlar sizə hamınıza qızıl qaydalarımı atacağım. Hətta bəylərə də atıram. Bütün peelingləri, gözəllik sirlərimi deyirəm, yoldaşınıza atın. Atırlar, çox da məmnun olurlar. Buyura bilərsiniz, amma nömrəmi videonun üstünə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Necə izah edirəmsə, o cürə də yaddaşa salın. Artıq bütün tanınmışlar da artıq hamının qulağına çatıb ki, mənə müraciət edirlər. Nömrəmi olduğu kimi yaddaşa salın. Dünyanın hər yerindən bəylər və xanımlar, hətta kəndlərimizdən belə var insanlar qrupumda. Buyura bilərsiniz, necə ağzımdan çıxan kimi eşidirsinizsə, o cürə də yaddaşa salın. Heç bir əlavə özünüzdən 012 əlavələr etməyin. Necə deyirəm, o cürə də yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərimiz də çox böyük bir nemətdir. Onu da Allah hər adama qismət eləmir. Şükürlərimizi bol edən ki, şükürlərimiz çoxalsın, şikayətlərimizi azaldaq ki, şikayətlərimiz azalsın. Sağ olun.